müəllim, öz komandanızdan razısınız? Zaldan gələn reaksiyaya əsaslanaraq bəli. Nə reaksiya gəldi, baxaq? Gürşad xanım, necə idi? Necə idi deyəndə ki, yəni baxılırdı, təbii ki, bunlar qeyri-peşəkardırlar. Sadəcə onlara yəqin sevgiləri çox böyükdür. O hiss olunurdu. Yəni bu iş görəndə onların sevgiləri görünürdü. Amma bu o demək deyil, bunların içində çox istedadlı uşaqlar var. Çox xarakterik, tipik, belə deyək, uşaqlar var. Təbii ki, onun üçün də əgər onlar gələcəkdə seçim eləsələr ki, biz İncəsənət İnstitutunun aktyorluq ixtisası üzrə təhsil alacağıq, yəni biz çox sevinərik. Mövzu çox aktualdır, çox aktual. O qədər xoşuma gəldi ki, doğrudan da o bizim rəqslərimizin nə iyi becər günə qoyublar. Rəqs o Gəncədən gələn o gənc qızla oğlan oynadı. Rəqs elə olar. Kişi şax durmalıdır, kişi əyilib rəqs eləməli deyil. Yəni burada da bir fikir, bir məna var. Mən bu yozumları eləmirəm. Ümumiyyətlə mənim çox xoşuma gəldi. Yəni aktiv idilər, emosional idilər. Yəni ölgün deyildilər. Bir var ki, çıxırsan elə tələbəyə deyirsən ki, biraz aktiv ol, biraz emosional ol, nəm belə elə, amma bunlara demək lazımdır. Yəni hər şey göz qabağındadır. Allah yollarımızı açıq eləsin. Bir İncəsənət Universitetinin pedaqoqu kimi siz razısınız. Mən razıyam. Necə narazı olabilirim? Gürşad xanım həm Coşqun müəllimin, həm də Rafael müəllimin İncəsənətdən müəlliməsi olub. O da hər adama qismət. O da hər adama qismət olmur ki, müəlliməsinin yanında otursun. İndi onu Coşqun müəllimə dedi ya. Coşqun o yana otursa da, uzaqda otursa da dəxli yoxdur. O da mənim yanımdadır elə.